sən məndən istəyirəm? Nə istəyirsən? Mən arvad almaq istəyirəm, arvad. Bax, mən deyən oldu. Ha belə deyil ki, mən də başa düşüm. Aşın Malalan operettası bu dəfə fərqli səhnə yorumunda tamaşaçılara təqdim olunub. Klasik əsərin kukla teatrı üslubunda səhnələşdirilməsi uşaqlarla bərabər böyüklərin də marağına səbəb olub. Səhnədə bədii tərtibat Üzeyir Hacıbəylinin orijinal musiqiləri əsasında hazırlanıb. Dekorasiyalar rəngarənglik və milli üslub elementləri ilə seçilib. Mən ərə getmək istəmirəm. Ben elçiye söz verdim ki. Allah sənə şükür. Gələn olma, elçi. Ata, adını tutmasın. Amma mən ərə getmək istəmirəm. Senin borcun ata sözüne itaat eləmək. Bizim üçün çox əlamətdar və tarixi bir tamaşa oldu. Ona görə ki, bu il bilirsiniz ki, Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunur ölkədə və biz də Arşın Malalan tamaşası ilə həmin yubileyə qoşulmuşuq və inanırıq ki, bu tamaşamız da tamaşaçılarımız tərəfindən sevilən və uzun ömürlü tamaşalarımızdan olacaq və çox şadıq ki, məhz elə belə bir əlamətdar gündə bu tamaşa ilə biz çıxış elədik. Kuklaların hərəkət və mimikaları aktyorların ustalıqla idarə etmələri ilə tamaşaçılarda canlı obraz təsiri yaradıb. Xüsusilə Əskər, Gülçöhrə və Soltan bəy obrazları tamaşa boyunca həm gülüş, həm də maraqlı situasiyalarla yadda qalıb. Musiqi tərtibatı əsərin əhval-ruhiyyəsinə uyğun qurulub. Məni daha çox həvəzə gətirdi Telli obrazı ilə oynamağım və mən ümid eləyirəm ki, balaca uşaqların, hətta böyüklərin belə daha çox sevimlisinə çevrilibdir bu tamaşa. İndi biz bu tamaşa ilə yaxın zamanda festivallarımız və qastrollarımız olacaq müəyyən bölgələrə. Əsərin bu formatda nümayişi klasik irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir. Sahil Əliyev, Tərlan İbrahimova, Asil Fətəliyev, NTV Xəbər.